dünyadan özünüzə yaraşan tərzdə istifadə edin. Sənin ixtiyarındadır, amma özünə yaraşan tərzdə davran. 2 nəfər evlənir, deyir vəlimə. Vəlimə bilirsiniz nədir? Vəlimə dində hansı günlər şadlıq eləmək olar, ona deyilə vəlimə. Məsələn, evə köçəndə deyilə vəlimə eləmək olar. Vəlimə yəni o qonaqlıq, insanların dəvət olunması. Neçə yer var ki, din orada qonaqlıq keçirtməyi, insanları dəvət eləməyi müstəhəb sayır. Bir də toy mərasimidir. Toyda deyir adam çağırın, biraz səsküy ilə gəlin evdən çıxsın. Nə üçün? Hamı bilsin ki, 2 nəfər ailə qurub. İnsana yaraşan bir şey. Xəlvət gizli olmasın ki, sonra bilinməsin kim kimlə evlənir. Yəni bir o legitim evlilik anlayışını həmişə gündəmdə saxlamaq üçün, insana yaraşan izdivacı gündəmdə saxlamaq üçün deyir həmin gün bir bilinsin ki, filankəsin evində toydur, bəy filankəsin oğludur, gəlin filankəsin qızıdır. Bilinsin də ki, bunlar bir nicaha daxil oldular, insana yaraşan tərzdə. Yoxsa elə göz vurdu o buna, qoluna girdi, getdi, oldu.